Salam dostlar. Bugündən etibarən çalışacağam ki, qarşıma çıxan sınaqların, testlərin analizlərini, cavablarını sizinlə bölüşüm. Ekranda gördüyünüz uğur kurslarının sınağıdır. Başlayaq ilk testdən. Today's discussion 2 günlük müzakirə deməkdir. Discussion müzakirə mənasını daşıyır. To 2 deməkdir, cəmdir. Days isə təkdə verilib. Ümumiyyətlə apostrof S-də verilirsə, yəni apostrof S şəklindədirsə, bu tək olduğunu bildirir. S apostrofsa cəmdir. Deməli apostrof S tək, S apostrof isə cəm olduğunu bildirir. Birdən başqa, yəni one sözündən başqa gələn bütün rəqəmlər özlərindən sonra ismi cəmdə tələb eləyirlər. Çünki one təkdir, yəni birdir, amma ondan sonra gələn rəqəmlər, yəni 2, 3, 4, 5, 6, 7 və s. bunlar hamısı cəm olduğuna görə özlərindən sonra gələn ismi də cəmdə tələb eləyirlər. Lakin burada apostrof S şəklində verilib, təkdə verilib, ona görə də səhvdir. The sheep's wool. Burada məsələ sheeps sözünün üzərində gedir. Wool yun deməkdir, yəni qoyunların yunu mənasını daşıyır bu cümlə, daha doğrusu bu söz birləşməsi. Lakin problem bundadır ki, sheep sözü ingilis dilində onsuz da qoyunlar deməkdir. Və burada S apostrof şəklində verərək, bayaq dediyim kimi, cəm eləyib, yəni bir dənə də cəm artırıb. Qoyunlar onsuz da özü cəmdədir. Bu elə bir dənə də lar artırıb. Bura belə qoyunlarlar şəklində çıxır. Çox səhv səslənir. Ona görə də biz bu variantı da atacağıq. Üçüncü varianta baxıraq. The children sandwiches, uşaqların sendviçləri. Children sözü özü cəmdədir. Ona görə də elə bu sheeps məsələsindəki səhvə yol verməyib, apostrof S şəklində yazıb. Yəni bu özü söz olaraq cəmdədirsə, mən niyə burada bir də S apostrof şəklində verim? Elə düzgün variant olaraq bunu götürəcəyik, üçüncünü. 4-də Mrs. Brown's politeness. Politeness nəzakətlilik, incəlik, zəriflik deməkdir. Mrs. Brown's-dakı Mrs. yəni xanımdır. Xanım tək şəxsdir burada hal-hazırda. Ona görə apostrof S-dən verilib ki, bu tamamilə doğrudur. Yəni tək olduğuna görə mən bunu apostrof S şəklində verəcəm. Əgər burada Mrs. əvəzinə D artiklı olsaydı, yəni məsəl üçün The Brown şəklində olsaydı, bax belə. Bu artıq bir ailəni bildirəcəkdi. Ona görə də mən S yazıb sonra apostrofu qoyacaqdım. Bu da doğru variantdır. Lakin The Browns deyil, yəni ailə bildirmir, tək bir şəxsdən söhbət gedir. Ona görə də Mrs. Brown apostrof S-lə politeness, yəni tamamilə doğrudur. Elə dördüncünü də doğru variant kimi götürəcəyik. Nəsə uzun oldu. 3-4. Düzgün cavabımız budur. İşarələyək. Nəsə qəribə bir işarə alındı. Yox. Keçək 57-ci testə. Uğur often plays football with his dad on Sunday. Burada often sözünü bu arada often da oxuya bilərsiniz. Bu fərq eləmir. Uğur often plays football with his dad on Sunday. Burada fokuslanacağımız 2 dənə sözü var. Bir futbol sözü, bir də Sunday sözü. Demək, idman növləri, idman oyunları və həmçinin həftə günləri D ilə işlənmir. Yəni, bunlar ümumiyyətlə artikldan istifadə olunmurlar. Yəni, nə həftə günləri, nə idman növləri artiklsız gəlirlər. Ona görə də variant olaraq götürürük Y variantını. Keçirik 58-ci testə. Little Dory asks... Bir dəqiqə. Oxumuz itmişdi. İndi gəldi. Bunları silək. Deməli, keçirik 58-ci testə. Little Dory asks 2 questions. Burada question sözü, yəni questions belə deyək, suallar cəmdədir, gördüyümüz kimi. Sayılan cəmdədir və sayılan cəmləmdə biz bilirik ki, many, a few, a lot of istifadə olunur. Much və a little isə sayılmayan təklərdən istifadə olunur. A lot of da sayılmayan təkdən istifadə olunur. Lakin o həm də sayılan cəmlə də gələ bilir deyə onu bu ABC-nin ortamında saxlayırıq. Much and a little isə atırıq. Çünki much sayılmayan təklərdən gəlir, a little da sayılmayan təklərdən gəlir. Qaldı əlimizdə many, a few, a lot of. Bəs variant olaraq nə edəcəyik? Burada to sözü var. To sözdə many ilə istifadə olunur. Yəni too many questions. To a few deyə bilmirik, to a lot of deyə bilmirik. Ona görə bu variantları da atırıq. Too many isə deyə bilirik, bu doğrudur.
too many questions olacaq. Yəni little Dory asks too many questions. Yəni balaca Dory çoxlu suallar verir, çoxlu suallar soruşur. 59-cu testə baxırıq. The Smiths invited a famous actress to their party. Smith burada ailədir, bayaq göstərdiyim o Brown məsələsi kimi bir ailəni bildirir. Ailəni bildirdiyinə görə də mən D ilə olan variantları saxlayacağam, çünki cəmdədir, ailə cəmlik bildirir. Deməli, A, C, D variantlarını saxlayıram. Burada isə he olduğuna görə B ilə Y variantlarını atıram. Çünki The Smith bir ailəni bildirir, bir şəxsi yox. Actress sözü isə aktrisa deməkdir, qadındır. Qadın olduğuna görə də himi atıram buradan, yəni D variantını silirəm, çünki him kişi cinsindədir. Gəlirik əsas məsələyə. Burada she və her qalıb əlimizdə. Ki, hər ikisi də qadın cinsini bildirən sözlərdir ingilis dilində. Sadəcə məsələ bundan ibarətdir ki, burada invited sözü var. Invited dəvət etdi deməkdir. Ümumiyyətlə bu cümlənin tərcüməsi belə çıxır ki, The Smiths invited a famous məşhur deməkdir. The Smiths invited a famous actress to their party. Yəni Smithlər, yəni Smith ailəsi məşhur aktrisanı, bir məşhur aktrisanı öz partilərinə dəvət eləyiblər. Məsələ nədən ibarətdir? Ümumiyyətlə əvəzliklər bilirik ki, bir neçə yerə bölünür. Bunların içində obyekt əvəzlikləri də var. Obyekt əvəzliklərinin qaydası belədir ki, onlar prepositionlardan və ya feillərdən sonra istifadə olunurlar. İndi burada preposition olmadığına görə biz feillə görürük ki, burada feil var. Invited dəvət etdi. Feil istifadə olunub. Feildən sonra da artıq biz her istifadə eləyəcəyik. Çünki her obyekt əvəzliyidir. Bunu işarə eləyirik və cavab olaraq götürürük C variantını. Keçirik 60. Nigar got a message from the UK last Sunday. Deməli dostlar, burada last sözü var. Ümumiyyətlə last, next, this, every və s. kimi sözlərlə başlayan, belə deyək, zərflərlə başlayan sözlərin, söz birləşmələrinin qarşısında heç vaxt sözünün istifadə olunmur. Yəni burada last var. Təkrarlayıram. Last, next, this, every və s. kimi zərflərlə başlayan söz birləşmələrinin, yəni söz birləşməsi dedikdə, məsəl üçün last Sunday, bax elə bu nəzərdə tutulur. Yəni məsəl üçün next Monday belə deyək. Yəni bu söz birləşmələri əgər bu zərfliklərlə, yəni last-lə, next-lə falan başlayırsa, biz onda heç bir preposition istifadə eləmirik. Ona görə də C variantı kimi götürəcəyik bunu. 61-ə baxaq. Let's go to home, the park, there, Italy. Okay, burada to var bizim əlimizdə. To bilirik ki, go-la gələndə istiqamət mənasını bildirir. Yəni let's go to, məsəl üçün the park götürək, yəni parka getmək. Gəl parka gedək. Let's go to Italy, gəl İtaliyaya gedək və s. Home məsələsi və there nə deməkdir? Bunlar ümumiyyətlə belə deyək. Yəni bir yer bildirən əvəzliklər, yer bildirən sözlər deyil. Yəni home deyə bilərsiniz ki, bəs yerinə əlaqə yox. İngilislər yəni bunu elə götürmürlər və ona görə də biz to-dan sonra home deyə bilmirik. Biz prosta deyirik let's go home. Yəni evə gedək, gəl evə gedək. Let's go there, gəl ora gedək. Amma burada 2-də the park sözü var. Park konkret bir yerdir, bir məkandır. Ona görə to ilə istifadə eləyəcəyik. Çünki to istiqamət bildirir. Yəni bir məkana gedən istiqaməti bildirir. Italy sözü İtaliya, bu da ölkədir. İstiqamət bildirir, bir məkandır. Let's go to Italy, yəni gəl İtaliyaya gedək. Tamamilə doğrudur. Ona görə götürəcəyik 2 və 4 variantlarını, yəni B variantını. Keçirik 62-ci testdə. Choose the correct variant, düzgün variantı seçməliyik. In his childhood, in the 30th of March, in Sunday morning, in the weekdays, in the age of 18. Dostlar, baxaq. Deməli, in his childhood tamamilə düzgün sözünün birləşməsidir. Yəni, uşaqlığında mənasını daşıyır. In the 30th of March, burada səhvlik var. Səhvlik nədən ibarətdir? Bu tip söz birləşmələrində, yəni martın 13-də, nə bilim, fevralın 18-də və s. biz ingilis dilində in yox, on istifadə edirik. Ümumiyyətlə təqvimdə, günlərlə, yəni day falan sözü ilə biz həmişə on istifadə edəcəyik.
In Sunday morning. Burada da həmin söhbətdir. Burada da on qoyulacaq. On Sunday morning bayaq dediyim kimi day sözü ilə və ümumiyyətlə günlərlə, təqvimlə onun istifadə olunur. Weekdays burada da bax həmin məsələdir. Ümumiyyətlə bunların adlarından xəttlər çəkim ki, bizə daha aydın olsun. Mən nədən danışıram? Bu da bir təqvimdir və həftə sonu deməkdir. Yəni həftənin axırı bir gün bildirir. Ona görə burada da onun istifadə olunacaq. Baxın, bunların hamısında 10 gələcək. Bunları silib, burada ümumilikdə bir 10 yazacağam ki, bu 10 hər 3 varianta aiddir. In the age of 18, bu isə yaşı bildirir. Yəni 18 yaşında. Belə olanda biz at istifadə edirik. Yəni yaşın içində yox. At the age of 18 olacaq. Yəni məsəl üçün deyirəm ki, 23 yaşında, ona deyəcəm at the age of 23. Yəni 23 yaşında ancaq at istifadə edirəm. In olmaz. Təkcə qalır əlimizdə A variantı, hansı ki in his childhood, yəni uşaqlığında və s. kimi biz bu tip söz birləşmələrində A variantını düzgün götürə bilərik. Baxırıq 63-ə. There are a few sheep in the field. Field sahə deməkdir. Field sözünün ümumiyyətlə iki mənası var. O həm belə sahə mənasını bildirir, yəni tarla sahə, əkin sahəsi və s. kimi, taxıl sahəsi və s. Field həm də insanın ixtisası, öz sahəsi mənasını daşıyır. Baxaq testimizə. A few sheep. Burada görürəm a few sözünü, kəmiyyətini və ondan sonra sheep sözü gəlib. Bilirik ki, a few sayılan cəmlərlə istifadə olunur. Sheep də ki, həmişə cəmdə olan sözdür. Bayaqlar yuxarıda da bizim sheep-lə bağlı bir mövzumuz olmuşdu. Deməli, burada məsələ nədir? A few sayılan cəmlərlə istifadə olunursa, demək mən cəm verməliyəm. Is təkdədir, atırıq. Are cəmdədir, götürdük. Okay. Was təkdədir, atırıq. Were cəmdədir, götürürük. Və salam. Cavab oldu 3-4. B variantı. Görürsünüz dostlar, çox sadədir. Yəni, a few sadəcə sayılan cəmlərlə gəlir. Yəni, ağzımda mən cəm deyirəm. Cəm dediyimə görə də are və were bunların ikisini götürəcəm. Qalxırıq yuxarı, 64-cü test. Don't letter the group rules. Okay, burada let sözü var. Bu complex object dərsidir. Çünki let'dir, make'dir və s. bunlar birinci qrup feillərdir. Birinci qrup feillərdə əgər kimsə bilmirsə, ümumiyyətlə buradakı olan testlərin qaydaları haqqında kimlərsə məlumatsızdırsa, mən həmin qaydaları da izah edən videolar çəkəcəm. Çox asan bir şəkildə siz həmin videoları izləyib, sadə bir şəkildə başa düşəcəksiniz. Yəni, burada elə də çətin bir şeylər yoxdur. Məsəl üçün, elə baxaq bu testdə. Don't letter, let birinci qrup feili bildirir. Okay, birinci qrup feildir, complex object-də. Birinci qrupda ki, özündən sonra heç nə tələb eləmir. Yəni, nə demək istəyirəm? Məsələn, burada break sözü müxtəlif versiyalar verilir. Düzdür? Məsələn, burada to var. Mən deyirəm, heç nə tələb eləmir. To-nu atıram. Breaking, ayıncı var sonunda. Heç nə olmaz. Break sözü özü necədir tək olaraq? Break. Prosta budur, okey. Və burada sonunda s var. Bu da olmaz. Broke. Ümumiyyətlə zaman dəyişib. Dostlar, bu zaman dəyişmək ən mənasız variantdır. Çünki söhbət burada tamamlıqdan gedir. Söhbət zamandan getmir ki, mən hansısa zaman dəyişiminin transformasiyasını götürüm. Deyim ki, hə, bu düzgün variantdır. Yox, mənə tamamlıq lazımdır. Tamamlıq zamanla heç bir əlaqəsi yoxdur. O, təmiz başqa nitq hissəsidir, təmiz başqa funksiyaları var. Zaman formlarındakı, tense formsdakı bu haqqda da videolar çəkəcəm yeri gəlmişkən, onları da izləyə bilərsiniz. Yəni, mən çəkəndən sonra. Don't letter the group rules. Burada break sözünü götürəcəm. Bayaq dediyim kimi let birinci qrupdur. Birinci qrup feillərinə aiddir. Make-nə yanaşı. Onlar ikisi də özlərindən sonra tamamlığı tək formada tələb eləyirlər. Baxırıq 65. Suddenly we heard the dog in the backyard. Backyard arxa həyət deməkdir. We heard var burada. Heard. Qoyun bu backyard-ı silim ki, bizim ağlımızı qarışdırmasın. Backyard arxa həyət deməkdir. Deməli, suddenly we heard the dog. Suddenly qəflətən deməkdir. Yəni, lori dillə desək, riski. Suddenly qəflətən biz eşitdik the dog in the backyard. Yenə də complex object məsələsi. Bayaq mən dedim ki, let birinci qrupdur. Make ilə yanaşı. Yəni, make və let birinci qrupdur. Okay. Heard isə ikinci qrupdur.
İkinci qrup isə nə iş görür? İkinci qrup özündən sonra to-suz tələb eləyir bütün tamamlığı. Sadəcə ondan sonra ya mən yenə də sözü olduğu kimi saxlamalıyam, ya da həmin sözün sonuna ayıncı artırmalıyam. Baxaq görək. Dostlar, bax yenə də birinci bark. Bark ümumən hürmək deməkdir. Deyir ki, suddenly we heard the dog in the bark in the backyard. Yəni biz qəflətən arxa həyətdə itin hürüşünü eşitdik. Barkın sonuna ed qoyub. Dostlar, mən bayaq dedim ki, bu tamamlıqdır. Bunun zamanla heç bir əlaqəsi yoxdur. Ona görə də birincini atmaq lazımdır. Okay, heard ikinci qrupdur. İkinci qrupda deyə mən tamamlığın sonuna ya ayıncı artıracağam, ya da tamamlığı adi söz kimi saxlayacağam. Adi söz kimi deyirəmsə 4-ü götürürəm. Ayıncı artırdığımı deyirəmsə 3-ü götürürəm. Çünki burada baxın barkın sonuna belə bir ayıncı var. Barking bir də bark. 3 və 4 okeydir. Burada isə to verib. To isə 3-cü qrupdur. Demək dostlar, belə bir şey qeyd edək burada ki, əmin olaq. Deməli dostlar, birinci qrup let və make-dir. Bu indi yer az olacaq. Qoy belə yazığında. Birinci qrup heç nə artırmırıq. 0 yazıram. Heç nə əlavə olunmur. Yəni söz olduğu kimi qalır. İkinci qrupa ya heç nə artırmayacağam. 0. Ya da ki ayıncı şəkildə artıracağam sonluğa. Üçüncü qrupa da demək, mən to artıracağam. Yəni üçüncü qrup feillərindən sonra gələn tamamlıqların sonuna, daha doğrusu əvvəlinə to artıracağam. Deməli, birinci qrup let və make feilləridir. Bunlardan sonra heç nə gəlmir. Burada gördüyümüz break sözü kimi. İkinci qrup isə bir çox feillər var. Burada notice var, heard var, yəni hear keçmişi belə deyək. See var, notice var və s. kimi, yəni feillər çoxdur. Onlardan sonra mən ya ayıncı qoyacağam, ya da ümumiyyətlə heç nə qoymayacağam. Üçüncü qrup isə birinci və ikinci qrupda olmayan bütün qrup feillərdir. Ümumiyyətlə ikinci qrupda 6-7 dənə feil var, birinci qrupda 2 dənə feil var və ingilis dilində nə qədər feil varsa yerdə qalan hamısı üçüncü qrupa aiddir və onlardan sonra da mən yəni həmin feillərdən sonra da to ilə gələn bir tamamlıq qoyacağam. Deməli, baxırıq burada da biz 3-4-ü götürdük, çünki heard ikinci qrupuydu. Amma 66-cı testdə biz görürük ki, demək, I want feili var burada. Baxın dostlar, bu isə zamanı bildirir. Hə, mən bunu ürəyim istədiyi qədər dəyişə bilərəm. Amma tamamlıq olanda isə dəyişə bilmərəm. Bayaq dediyim kimi, tamamlığın zamanla heç bir əlaqəsi yoxdur. I wanted my house at once. Okay, wanted demək zamanımızdır, üçüncü qrup feilimizdir. Bayaqlar actress-lə bağlı bir test gördük. Həmin testdə mən izah elədim ki, feillərdən və prepositionlardan sonra obyekt əvəzlikləri gəlir. Deməli, she-ni atıram, çünki she obyekt əvəzliyi deyil. Burada da she var, atıram. Yəni D variantını atıram, çünki bu obyekt əvəzliyi deyil. Amma her və her. Yəni A, S, Y variantlarında her gəlib. Bunlar obyekt əvəzlikləridir. Bunlar gəlin tamamilə silək ki, bizə mane olmasınlar. Deməli, A, S, Y variantları qaldı əlimizdə. Her-i qoyduq. Bir də biz dedik ki, wanted 3-cü qrupa daxildir. 3-cü qrupda nə olmalıdır? To olmalıdır. Baxın, to. Ona görə də mən baxaram. Obyektim buradadır. Tum da buradadır. C variantında to yoxdur. Ona görə atıram C variantını. Y variantında da to yoxdur. Sonuna ayıncı artırıblar. Dostlar, ayıncı harda artırılırdı? İkinci qrup feillərində. Ona görə Y variantını atıram. Və salam, əlimdə qalır təkcə A variantı. Deməli, I wanted her to leave my house at once. At once immediately sözünün sinonimidir. Yəni dərhal deməkdir. Deyir ki, I wanted her to leave my house at once. Mən istəyirəm ki, o mənim evimi dərhal tərk eləsin. Baxırıq 67-yə. It was more. More var burada. More-un altına xətt çəkirik. More müqayisə dərəcəsinin sözüdür. Ümumiyyətlə bilirik ki, sifətin 3 dərəcəsi var. Adi müqayisə üstünlük. More da müqayisə dərəcəsinin sözüdür. Və more sözü çox hecalı
sifətlərdə istifadə olunur. Baxın, görün burada çox ucalı sifət hansıdır? Bad 100% deyil, good deyil, warm da deyil, interesting və funny. Dostlar, cavab interestingdir. Yəni bunu indidən götürək. Niyə funny deyil? Deyə bilərsiniz ki, bəs funny-də iki hecalıdır da. Yəni tək hecalılar da başqa, çox hecalılarda başqa qaydalar tətbiq olunur. More çox hecalılarda tətbiq olunan qaydadır. Amma deyə bilərsiniz ki, funny-də axı iki heca var burada. Çünki funny faktiki olaraq. Dostlar, yadınızda saxlayın ki, bu sonda y kimi səslənməsinə baxmayaraq ingilis dilində bir heca kimi götürülmür. Yəni funny sözü, sunny sözü və s. kimi belə sonu n-ı, y ilə bitən sözlər, bu hərflərdən bitən söz n-ı, bir heca kimi götürülür. Yəni ümumilikdə bir sözün tərkibində bir heca kimi götürülür. Ona görə y variantı səhvdir. Amma interesting çox hecalıdır. Ona görə biz bunu götürəcəyik. It was more interesting. Yəni bu daha çox maraqlı idi. 68-ci testə baxırıq. My aunt a pair of mittens for me yesterday. Mittens əlcəklərdir, sadəcə bir barmaqlı əlcəklərə deyirlər. Əlcək var ki, məsələn, o gloves-dur, bunu bilirik. A pair of mittens, mittendəki olacaq tək barmaqlı əlcəklər, onu belə qışda falan geyinirlər. Deməli, yesterday dünən deməkdir. Bu söz keçmiş sadə zamanı, yəni past simple olan zaman zərfidir. Elə olduğuna görə də biz sadəcə keçmiş sadə zamanı axtaracağıq. Dostlar, ümumiyyətlə zamanlar dərsində öyrənərkən siz əsasən onların zərflərinə fokuslanmalısınız, yəni sözlərinə fokuslanmalısınız. Hər bir zamanın öz zərfləri var, zərflər siyahısı var və siz həmin siyahını öyrənərkən bu tense formsa aid olan testləri daha tez tapa bilərsiniz. Bu sizə daha çox kömək olacaq. Məsəl üçün, yesterday sözü keçmiş sadə zamana aiddir. Mən burada düzdür, başqa bir zaman görmürəm, keçmiş sadə zaman, yəni keçmişə dair də. Nə demək istəyirəm? Keçmiş sadə zamanın zərfləri başqadır, keçmiş davam edici zamanın zərfləri başqadır, indiki sadə zamanın zərfləri başqadır. Məsəl üçün, indiki sadə zamanın zərfi var ki, frequently, always, usually və s. every və s. Amma indiki davam edici zamanın zaman zərfləri now, right now, at the moment və s. kimidir. Yəni bunlar bir-birindən fərqlənirlər. Baxmayaraq ki, hər ikisi də indikini təmsil eləyir. Keçmiş zamanı da bu belədir. İndi bu testdə başqa bir keçmiş zaman olmadığına görə biz şanslıyıq. Yesterday dünən deməkdir. About da by sözünün keçmiş versiyasıdır. Ümumiyyətlə variantlara bir-bir baxsaq görərik ki, by keçmiş zaman deyil, bu indiki zamanda almaq deməkdir. Bu ümumiyyətlə səhvdir. Niyə görə? Çünki my aunt, yəni mənim xalam, üçüncü şəxsin təkindədir deyə mən buys yazmalıyam burada. Yəni bu şəkildə olmalı idi. Amma elə deyil. Amma C variantında belədir. Baxın, sonda S qoyub əla, afərin, amma ki, yesterday ilə indiki zaman istifadə olunmaz. Ona görə atdıq bunu da. Will by gələcək zamandır, bizə keçmiş lazımdır, çünki söhbət yesterday dünəndən gedir. Has bought isə indiki bitmiş zamandır. Keçmiş zamanla indiki bitmiş zamanı qarışdırırlar, lakin indiki bitmiş zaman bu gün olub bitən hadisələri bildirir. Keçmiş zamanı isə dünən olub bitən hadisələri bildirir və ya dünən ümumiyyətlə baş vermiş hadisələrdən xəbər verir. Yəni 68 B variantı kimi götürürük. Baxırıq burada. The telephone rang while she rang. Okay, ring sözünün keçmişidir. Yəni zəng çaldı. The telephone rang, telefon zəng çaldı. While erkən deməkdir. When sözünün sinonimidir. Deməli, telefon zəng çaldı. She has a shower. Have a shower. Dostlar, she üçüncü şəxsin təkidir. Buna görə mən necə have istifadə edə bilərəm? Mümkün deyil, təbii ki, atıram. Were var burada. Baxın, were nə əlaqə? Were cəmlərdən istifadə olunur. Have də həmçinin cəmlərdən istifadə olunur. Yəni, were üçüncü şəxsin təkinə gəlmir. Burada A, C, D variantları doğrudur. Sırf üçüncü şəxsin təkinə gəldiklərinə görə. Yəni, has, was, is, okay. Bəs problem nədir? Zaman. Rang burada keçmiş zamandadır. Keçmiş sadə zamandadır. Uzlaşmalar dərsindən biz bilirik ki, əgər bilmiriksə mən bu haqda video çəkəcəm, onu da izləyə bilərsiniz. Keçmiş zaman, keçmiş zamanla, indiki zaman, indiki ilə və ya indiki gələcəklə uzlaşır.
Amma keçmiş zamanla indiki zaman uzlaşmır. Buna görə də atırıq. Çünki burada has var, rəng isə keçmişdi. Burada is var, rəng keçmişdi. Alınmaz. Was having. Bu isə tamamilə bizim axtardığımız variantdır. Çünki was having keçmiş davam edici zamanı bildirir və bir də bu qaydanı yadınızda saxlayın ki, while keçmiş sadə zamandan keçmiş davam edici zamanı bitişdirir. Onları bitişdirən bir bağlayıcıdır. Rəng burada keçmiş sadədir. Was having isə keçmiş davam edici zamandır. Ona görə də C variantına doğru kimi götürürük. We are new English teacher yet. Dostlar, burada yet var. Yet nədir? Yet still sözünün inkar versiyasıdır. Yəni still hələ də, yet də hələ də deməkdir. Lakin fərqləri bundan ibarətdir ki, still əsasən təsdiq və sual cümlələrdə, yet isə inkar cümlələrində istifadə olunur. Sual cümləsində də istifadə oluna bilər yet təbii ki, lakin daha çox inkarda biz onu görə bilərik. Plus da yet bitmiş zaman formalarına istifadə olunur. Yəni burada məsəl üçün so var, mən bunu 100% verə bilmərəm, didn't see-ni 100% verə bilmərəm və yet dediyim kimi inkarlıq bildirir deyə həfsini də verə bilmərəm. Və salam, əlimizdə qaldı A və Y variantları. Hasn't seen, haven't seen. We isə üçüncü şəxsin təki deyil. Yəni we cəmdir. Cəm olduğuna görə də biz haven't seen verəcəyik. Yəni cavab olacaq Y variantı. Hasn't, he, she, it ilə istifadə olunur. Ona görə onu atırıq. Keçirik 71. She anything since she left. Burada yenə də since var. Yəni yenə də deyirəm niyə görə? Çünki yet bilir ki, perfect zamanlara aid idi. Bayaq dediyimiz kimi, yəni bitmiş zamanları bildirirdi. Since də bitmiş zamanı bildirən bir formada bir zaman zərfidir. Since-dən sonra nə gəlib? Left sözü. Okay, left deməli keçmiş sadə zaman bildirir. Aydın məsələdir. Biz nə iş görməliyik burada? Deməli, dostlar, ümumiyyətlə belə bir şey nəzərinizə çatdırım ki, bu since ilə istifadə olunanda uzlaşma pozula bilər. Necə? Yəni, mən indiki zaman ilə, indiki zaman dedikdə indiki bitmişi nəzərdə tuturam. Yəni, present perfect ilə keçmiş sadə zamanı, yəni past simple-ı uzlaşdıra bilərəm. Since-in funksiyası bundan ibarətdir. Since sözü nə deməkdir? Since bir çox məna daşıyır. Əsas mənası nədənsə bəri anlamındadır. Məsəl üçün, she anything since she left deyirik. Since she left, yəni o tərk edəndən bəri kimi tərcümə olunur. Since she left, o tərk edəndən bəri. She anything. Gəlin baxaq. Haven't ümumiyyətlə olmaz dostlar. Haven't niyə də? Yəni she axı üçüncü şəxsin təkidir. Yəni hasn't yenə də okay, bunu götürmək olar. Didn't it, doesn't it, bunlar hamısı aydın məsələdir bizə. Sadəcə biz dedik ki, since keçmiş sadə zamanı ilə, yəni past simple ilə present perfect-dir. Yəni indiki bitmiş zamanı birləşdirir, bağlayır. İndiki bitmiş zaman doesn't it, indiki deyil, sadədir. Didn't sadədir, yəni doesn't indiki sadədir. Didn't isə keçmiş sadədir. Wouldn't bizə ümumiyyətlə lazım deyil. Qalır əlimizdə hasn't. Hasn't isə indiki bitmiş zamandır, bizim tam da axtardığımızdır və left ilə də uzlaşır. Yəni since gəlirsə burada left keçmiş sadə zamandadır, hasn't-dakı indiki bitmiş zamandadır, ona görə tamamilə uzlaşır. She hasn't eaten anything since she left. Yəni o tərk edəndən bəri heç nə yeməyib. Bu qədər. Burada baxaq başqa testlər varmı? Bəli, burada reading testimiz var. Reading testimizi növbəti videoya saxlayıram ki, əgər ehtiyac olarsa ki, bunu da 100% izah eləyəcəm. Burada da çox maraqlı testlər var. Readingin özünə uyğun taktikaları, öz sxemləri var. Hansı ki, siz bu taktikalardan istifadə edərək daha sürətli və daha asan şəkildə cavabları tapa bilərsiniz. Belə heç uzun oxumağa ehtiyac yoxdur bu mətnlər əslində. Mən sizə bu trikləri, yəni hilələri öyrədəcəm, lakin bu videoda hələ ki qrammatikanı izah elədim. Gələn videoda isə readingi və digər qrammatik qaydalardan ibarət
sınaq testləri izah eləyəcəm. İndi isə hələlik özünüzə yaxşı baxın və öz fikirlərinizi də bildirməyi unutmayın. Sağ olun.